Xalq artisti Nasbəri Dostaliyeva illərlə küsülü olduğu mərhum həmkarı İlhamə Quliyevanın məzarını ziyarət edib. Həmin görüntülər Rəngarəng proqramında nümayiş etdirilib. Nasbəri daha sonra proqramda İlhamə Quliyevanın bacısı Gülbahar xanımla görüşüb. O, İlhamə Quliyevanın tacını Nasbəriyə hədiyyə edib. Proqramda Nasbəriyə tacı başına qoyması deyilsə də, o etirazını bildirib. Dostaliyeva tac başına qoyulanda isə onu götürüb. Meyxanaçı Namiq Qaraçuxurlu təsirli çıxışı ilə diqqət çəkib. O, Rəngarəng verilişinə qonaq olarkən anası Qənirə xanımın vəfatından danışıb. Sənətçi qeyd edib ki, anasının vəfatına görə çox sarsılıb, hətta ağlamaqdan az qala nəfəsi kəsilib. Onun məzarı üstündə olanda artıq dayana bilmirəm. Məzardan uzaqlaşdım, kənarda yer tapdım, nəfəsim kəsilənə qədər ağladım, ürəyimi boşaltdım. Sonra özümü topladım ki, belə olmaz, dərindən nəfəs aldım. Xatırladaq ki, Qənirə xanım ötən ilin sentyabrında xərçəng xəstəliyindən vəfat edib.